65 mindən çox vakansiya, yüksək maaşlı işlər, artan tələblər. Bəs əmək bazarında ən çox hansı sahələr kadr axtarır? İnformasiya və rabitə, emal sənayesi, maliyyə və sığorta sahəsi və qeyd eləmədiyimiz digər sahələr fəaliyyətlə məşğul olan işə götürənlər öz kadr ehtiyaclarını vakansiya bankına daxil etməklə özlərinə lazım olan kadrları qeyd etdiyimiz əmək və məşğulات sistemində yerləşən vakansiya bankı vasitəsilə əldə edilir. Vakansiyaları müxtəlifliyi həm onların əmək haqqından, həm də ki, onların iş şəraitindən asılı olaraq dəyişir. Sistemdə 10 min manatadək əmək haqqı təklif olunan vakansiyalar da var. Bunlar əsasən rəhbər və yüksək ixtisas tələb edən vəzifələrdir. Bir vakansiya onlarla, bəzən yüzlərlə CV. Bəs işə götürənlər ilk olaraq nəyə baxır? Diploma, təcrübəyə, yoxsa bacarıqlara? Biznes istəyir ki, hazır işçi götürsün. Çünki götürüb onu diplomu olan, amma peşə vərdişi olmayanı öyrədir, əlavə təhsil verir, xərc çəkir, sonra o ixtisasını artıran kimi çıxıb gedir. Başqa daha yaxşı, daha pullu iş yerinə. Mütəxəssislər deyirlər ki, vakansiyaların sayından daha vacib məsələ əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır. Bu qədər vakansiyanın hələ də boş qalmasının səbəbləri isə müxtəlifdir. Kadr çatışmamazlıqları özünü biruzə verir. Məncə, işçilər üçün qoyulan spesifikasiyalar bəzən spesifik bir sahə üçün artıq gəlir. Daha nə istədiklərini bilərək iş elanı paylaşılsa və yaxud da işçi axtarılsa konkret nöqtələrə çox daha effektiv olar. Tələblərlə verilən maaşlar uyğunlaşmır bir-birinə. Ekspertin sözlərinə görə bugün ən çox tələbat yüksək ixtisaslı texniki peşələrə, istehsalat sahələrinə, eləcə də informasiya texnologiyaları və maliyyə sektoruna yönəlib. Rəqəmsal texnologiyaların inkişafı isə yeni peşələrə ehtiyacı daha da artırır. Yəni əmək bazarı da dəyişir, onun tələbləri də. Əntiqə Fərəcova, İlkin Əliyev, ASTV Xəbər.